Bakubus MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinin təşkili çərçivəsində istifadə olunacaq City Kart ödəniş kartlarının satışı Naxçıvan Post və Telekommunikasiya Mərkəzinin Naxçıvan şəhərindəki bütün post bölmələrində, mərkəzin Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, İstiqlal, Mirzə Ələkbər Sabir küçələrində yerləşən qəzet köşklərində, həmçinin Babək rayonunun Babək şəhərində, Qoşadizə, Şıx Mahmud, Xəlili, Şəkərabad kəndlərindəki post bölmələrində həyata keçirilir. Sakinlər ödəniş kartlarının balansının artırılmasını qeyd olunan həmin ünvanlarda da və həmçinin milyon terminallarında həyata keçirə bilərlər. Qeyd edək ki, City Kartın satış qiyməti 3 manatdır. Yeni sistemin tətbiqi ilə Naxçıvan şəhərində elektriklə işləyən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını City Kart vasitəsilə ödəməklə yanaşı, istənilən bank kartından, həmçinin Google Pay və Apple Pay mobil ödəniş xidmətlərindən yararlana biləcəklər. Sakinlər ödəniş kartlarının balansının artırılmasını qeyd olunan həmin ünvanlarda və milyon terminallarında həyata keçirə bilərlər. City kartların Naxçıvan Post və Telekommunikasiya Mərkəzinin müvafiq post bölmələrində və qəzet köşklərində satışa çıxarılması şəhər sakinlərinin yeni ödəniş sisteminə daha rahat çıxışını təmin edəcəkdir. Xosrov İbrahimov, Cəmil Məhərrəmov, NTV Xəbər.